Xoş gördük əziz tamaşaçılar. Yenə görüşünüzə gəlmişik. Bu dəfə bizim qonağımız hamınızın yaxşı tanıdığı və bizim də elə sizin də çox sevdiyiniz fikirlərinə, fəlsəfi fikirlərinə böyük sevgi ilə yanaşdığımız bir insandır. Müşfiq Ötkün, filosof. Xoş gəlmisiniz Müşfiq bəy. Xoş gördük. Əvvəla təşəkkür edirik ki, dəvətimizi qəbul elədiniz Müşfiq bəy. Çağıran yeri gələrlər də naza qoymazlar özünü. Təşəkkür edirik, çox sağ olun. Müşfiq bəy, mən deməli araşdırmalar apardım. Sizlə bir qədər fərqli yanaşmadır. Çünki biz adətən belə deyək, dublyajda yaradıcı heyətlə, aktyorlarla, rejissorlarla ünsiyyətdə oluruq. Bir növ bizim öz işimiz sayılır. Mətbəximizdən. Bəli, öz mətbəximizdir. Sizlə bir qədər fərqli olacaq təbii ki, bizim fikirlərimizə istəyirik. Deməli, bizim əsas qayəmizdə dildir, səsdir, səsləndirmədir, sözlərdir və dolayısıyla bütün fikirlərimiz sonucda dil üzərindən olacaq və dilin fəlsəfəsi. Mövzumuz belə deyək, dil və fəlsəfə. Və bəzi araşdırmalar apardım, bir çox fəlsəfə deməli nümayəndələri olmuş, keçmiş, bugünkülər haqqında və çox gözəl sözlər deyiblər. Danış ki, səni görüm, Sokrat deyir. Dil də torpaq kimidir, münbit olmasa fikir cücərməz, Əbu Turxan. Ağıl əmr edəni dil bəyan edər, Xaqani. Söz düşüncənin nəticəsidir. Deməli, dilin zənginliyi səbəbi birbaşa düşüncənin bütöv və geniş olması ilə əlaqəlidir. John Locke və sizin haqqında kitab yazdığınız Konfutsi deyir ki, əgər dil pozularsa, cəmiyyət də pozular. İstəyirəm bu kontekstdən yanaşasınız. Ümumiyyətlə Müşfiq Ötkünün dil haqqında mülahizəsi, fəlsəfəsi nədir? Onların içərisində Konfutsiyonun bir sözünü də əlavə eləyərdim. Dildən yalnız ifadə etmək tələb olunur. Yəni, bu yazıq dilin üstünə həmişə insanlar çox yüklənərlər. Dilinsə işi tərcümanlıqdır, ürəyin tərcümanlığıdır. Ürəkdə bir şey olsun ki, dil tərcümə eləsin də. Bəli. Bütün bu şey budur. Savadlı adam müdaxilə eləməsən danışan kuklaya dönəcək. O danışmaq öyrənir. Onun bütün gücü danışmaqdadır, danışmaqla təsir etməkdədir. Halbuki təsir edən arqument dil deyil, ürəkdir. Sənin sözlərin gücünü, təsirini, etkisini, hamısını sənin ürəyindən alır. Sir ürəkdədir, bəlağət vasitələrində deyil, səsin modulyasiyalarında, bilməm, intonasiyasında, tembrində deyil, ahəngində deyil. Təsir edən şey ürəkdir. Adamlar həmişə bunu qaçırırlar. Həmişə zahiri şeylərə ilişirlər, əsas şey onlar üçün gizli qalır. Ona görə müdrik Konfutsi o əsas şeyi nişan verir ki, ürəyinizi zənginləşdirin, ürəyinizin deməyə sözü olsun, dil nə qədər başarıqsız olsa da bu işdə, yenə də bir təhər ifadə eləyəcək. Hətta lal olsan belə, ürəyivin deməyə sözü varsa, sənin sükutun da çox bəlağətli olacaq. Siz aktyorlar bilirsiniz, pauza saxlayan aktyor, mesela Smaktunovski'də var idi elə bir xüsusiyyət. Hər oğlun işi də deyil, pauzu tutmaq. Onun üçün gərək aktyorun ürəyinin potensiyası olsun, xarizması olsun. Axmaq adamın pauzası da elə axmaqdır. Müdrik adamın pauzası müdrikdir. Ona görə də bu dillə bağlı məsələnin ən önəmli hissəsi ürəklə bağlıdır. Dildə deyil məsələ. Müşfiq bəy, deyirsiniz, ürək vacibdir, ürəyin deməyə sözü olmalıdır. Belə bir misal var ki, bir milləti məhv eləmək istəyirsənsə, ilk növbədə onun dilini əlindən al. Bir millətin əgər dili əlindən alınırsa, bəs onda ürək burada necə çıxış yolu tapacaq? Burada bir qəribə əlaqə var. Düşünürlər ki, ağac ancaq köklərdən qidalanır. Bu həqiqətdir.
Amma ağac həm də budaqlardan da qidalanır. Dili qidalandıran ürəkdir. Amma ürəyi də dil qidalandırır. Ona görə dilindən əlaqəsi, milli dilindən əlaqəsi kəsilmiş xalqların böyük bir sıxıntısı yaranır. Çətinliyi yaranır. Özünü ifadə etməkdə, özünü dərkində, böyüməyində, xoşbəxt olmağında. Ona görə köklər ağacı bəslədiyi kimi yarpaqlar və çiçəklər də bəsləyir ağacı əslində. Bu biraz da görünməyən bir şeydir. Bayaq dedim ki, əsas olan ürəkdir, amma indi biraz da başqa tərs görünə bilən bir tezisi demiş oluram. Birincili olmasa da ikincili dərəcədə önəmlidir. Hətta dilini itirsən belə millət özünü yaşada bilir. Sizə biraz çətin həqiqət kimi görünə bilər. Bir çox xalqlar var ki, Afrikada məsələn, fransızca danışırlar. Bəli. Fransızlara nifrət edirlər. Amma fransızca danışırlar. Amma fransızca da ana dillərini alıblar əllərinə. Amma mənliyini ala bilməyiblər. Hər halda ruhani özəllik tam dilə bərabər deyil. Sovet xalqı qalıb yaşasaydı, bəlkə bir 100 ildən sonra biz hamımız rusca danışacaqdik. Ancaq rusca danışacaqdik. Amma əminəm ki, Azərbaycanlılar onda da öz dünyalarını ifadə edəcəklər. O dəyərlər ki, bizim mahiyyətimizə oturur, musiqimizdə, nə bilim, belə şeylərdə yaşayır. Onların dillə bağlılığı çox böyük olsa da, dili itirsə belə xalq qalır. Amma dil olanda xalq çiçəklənir. Ona görə məsələn tutam, Rusiya kimi bir ölkədə tatarlar birdən başlayırlar öz dillərinə marağı artırmağa. Yəni uzun müddət tatarları rus sayırdı hamı da. Rusça, ruslardan da yaxşı danışırlar. Amma onlar da bu qeyrəti göstərirlər. Çünki bu çox vacib bir məsələdir. Orta Asiya respublikalarına da bu aiddir. Elə Qazaxıstana aiddir. Rusçanı ruslardan yaxşı danışırlar. Məsələn, qazaxlar xaricdə rast gələndə hiss edirsən ki, ana dili kimidir onlar da. Amma onlar belə o zərurəti anlayırlar ki, öz dilinə gəlməlidir. Bizim də intelligensiya dillərdə ziyalı sözdür, tam məncə tutmur anlayışı. O da bizdə rus dilli idi, amma milli idi. Milliyyətini unudanlar da var idi, amma unutmayan, tamamən rusca danışıb, ürəyi Azərbaycanca döyünən onlarla böyük ziyalımız olub bizim. Təəssüf ki, 90-cı illərdə bu şey oldu, bir toqquşma yarandı. Rus dilini bilənlərlə bilməyən ziyalılarımız arasında. Bəli. Məsəl üçün, kənddən çıxmış ziyalılarla şəhərli ziyalılar arasında boşuna bir şeydi. Öz əlimizlə öz əlimizi kəsirdik o davalarda. Heç buna ehtiyac yoxdur. Bəziləri ümumiyyətlə deyirdi ki, əgər bu ziyalı rusca danışırsa, bunda millət qanı ola bilməz, bu Azərbaycan üçün çalışa bilməz. Yanlış şeydir. Mən Azərbaycan indi də bu düşüncədə olanlar var. Ola bilər ki, adam ancaq ingilis dilində danışsın, elə savad alıb, elə tərbiyə alıb. Amma o vaxt Azərbaycanlıdır. Bilirsiniz, ümumiyyətlə, bir dil öyrənəndə sən milləti tam dəyişə bilmirsən. Bəlkə belə bir illüziya olur, amma gedirsən, görsən ki, məsələn, ingilislərdən yaxşı danışsan belə, ingilislər baxırlar ki, sən o deyilsən. Səni itələyirlər. Rusçanı ruslardan yaxşı danışsan belə, ruslar səni itələyəcəklər ki, hansısa bir kakoyta Azərbaycanец. Bu həmişə belə olur. Və səni yadva salacaqlar ki, sən kimsən. Deyir, hangi yana, hangi səmtə, hey uçsam da, yuvam sənsən. O Səməd Vurğunun o sadə sətirləri çox böyük hikmət ifadə edir. Bizim başqa uçacaq yerimiz yoxdur. Bizim sığınacaq yerimiz Azərbaycandır. Bu mənada dil də bizim ruhumuzu çiçəkləndirmək üçün çox önəmli bir vasitədir. Amma belə mürəkkəb bir məsələdir. Müşfiq bəy, bunun davamı olaraq deməli
Filosof John Locke'un 17-ci əsrdə sözlər və insanların düşüncə paralellərini apararaq müqayisəsi var. O deyir ki, söz düşüncənin nəticəsidir. O zaman dilin zənginliyi səbəbi düşüncənin bütöv və geniş olmağı ilə əlaqəlidir. Və demək olarmı ki, bizim xalqın düşüncəsi zəngindir və elə bundan qaynaqlanır ki, biz dilimizi bu vaxta qədər qoruyub saxlaya bilmişik. Baxmayaraq ki, bu qədər təpkilər olub, imperiyalar olub. Şübhəsiz. Bizim balacalığımız aldadıcıdır. Bizim zahirən say etibarilə balacalığımız tamamən aldadıcıdır. Ara sıra məsələn, mən də oxumuşdum bunu, siz bu sənətin içindəsiz. Məsələn, Nəsimi kinosu çıxanda Moskvada bir çoxları çox təəccübləndi. Siz nə qəribə xalqsınız. Sizin az qala İsa Peyğəmbərə bərabər bir şəxsiyyətiniz olubdu. Biz heç bilməmişik. Hər xalq həqiqətdən ötürü ölən oğul yetişdirmir ha. Var dövlətdən ötürü ölən oğlu hər xalq yetişdirə bilər. Qadından ötürü ölən oğlu da hər xalq yetişdirə bilər. Amma həqiqətdən ötürü ölən oğlu hər xalq yetişmir, hər əsrdə də yetişmir beləsi. Amma bu xalqın bəxtinə düşüb biri deyil, ikisi deyil. Eynəlquzat Miyanəçini, Sürəvərdini xatırlayaq. Bizim nizamimiz olub. Farsça yazmış olsa belə, o ki təfəkkürü Azərbaycan xalqına ötürübdür, bu onun farsça yazmış olsa belə təfəkkürü bizim dədə malımızdır. O təfəkkür də bizim dilimizi qidalandırır. Bu qəribə bir şeydir. Necə ki, Cəlaləddin Rumi farsça yazmış olsa da, Türkiyənin ən böyük xəzinələrindən biridir, bəlkə də birincisidir, Konya. Və təfəkkür doğrudan da dilin əsasıdır və dili o adamlar inkişaf etdirir ki, o təfəkkürün ön cəbhəsindədir. Buna bir şey eləyin. Təsəvvür edin ki, mən Maruanın kitabını oxuyanda cavan vaxtı rast gəlmişdim buna. Hugo gənc olanda, orta yaşlarında şeirlər yazırdı. Biz onu yazıcı kimi tanıyırıq, o isə şair kimi özünü çox sevirdi və şeirlər yazırdı. Fransız akademiyasına göndərmişdilər ki, onun şeirlərini redaktə eləmişdi bir akademik və buna redaktələrini göndərmişdi ki, bu sözü belə dəyişin, bu sözünü dəyişin. Adam bir ot püskürdü ki, mən av quram, mən dili yaradıram. Sən kimsən orada? Qrammatika alimi. Başa düşürsünüz? Şey olmasın, paraleli üzr istəyirəm. Hərdən mən akademiyada işləyəndə kimsə götürüb mənim məqaləmdə bu söz olmaz. Bu söz olmaz. Deyirdim, mən bilirəm ki, o söz olar. Kim bunu müəyyən edir? Mən müəyyən edirəm. Bilirsiniz, bunlar nədir? 60-cı illərdə, indi ad çəkmək də istəmirəm, filan yazarın dilini müasir Azərbaycan dili kimi qəbul eləmişsin. Kimdir o yazar? O bir şəxsdir, mən də bir şəxsəm. Mənim təfəkkürüm deyir ki, müşvik, bu söz işlət. Dil canlıdır, bilirsinizmi? Dil hər 10 illikdən dəyişir. Mən məsələn, hərdən bir qulaq asıram, 60-cı illərdə bizim ziyalılarımız hansı dildə danışırdılar, 50-ci illərdə hansı. Çox xəsis də olsa, məsələn, Üzeyir Hacıbəylinin səs yazıları qalıbdır, sonra Niyazinin səs yazıları qalıbdır. Mən bunlara qulaq asıram. Və qulaq asanda görürəm ki, bunlar başqa Azərbaycancada danışırlar. Bizim 60-cı illərin filmlərinə baxaq, Uşaqlığın son gecəsi filminə. Oradakı Azərbaycan dilindən xeyli biz dəyişmişik. Biz, məsələn, atmaq sözü. Topraq, torpaq olub, yapraq, yarpaq olub. Yox, məsələn, indi atdım bunu, oğurladım, anlamıymış. İndi bir də Türkiyə ilə yaxınlığımızdan irəli gələn atmaq sözünün yeri bir mənası da gəldidir. Atıram. Yəni, təxmin eləyirəm, ya misal çəkirəm. Bizim podkastda olmuşdu tamam sözü. Artıq tamam, yəni yaxşı mənasında da artıq istifadə olunur. Və sən bunun qarşısını ala bilməzsən. Niyə Dəmir Zirehivi çəkib orta əsrlərdə fars sözlərinin, ərəb sözlərinin dilimizə daxil olmasını müdafiə eləmirdin?
O vaxtlar da daxil ol, açıq qapıdır dil. Mən məsəl üçün rus dilini çox yaxşı bilirəm. Bilirəm ki, rus dilinin təməl kök sözlərinin hardasa yalan olmasının 60% türk sözləridir. Bəli, olub belə söhbətimiz burada. Hə. Yəni onlar bundan imtina eləməli idilər. Özü dil tarixi çox gözəl yaşadır. İndi biz tarix yaşamırıq. İndi Hüseyn Cavidin əsərlərində biz nə qədər rast Belə gəlirik? Mikail Müşfiqin adını anam ona görə mənə qoydu. Əsərlərini tamam Osmanlı türkçəsində danışır. Çünki oxuduqları nə idi? Türkiyədən, İstanbuldan gələn qəzetlər idi. Çoxsu savadını da oradan alırdı. Müəllimlərimiz bizim oradan gəlirdi türk-tatar məktəblərinə. Hüseyn Cavid də Türkiyədə təhsil Hə, alıb. yəni bunlar da təbii şəkildə bu dili dəyişdirirdilər. Sonra rus gəldi, öz şeylərini qoydu, meyarlarını qoydu ki, mümkün olduğu qədər mən səni Türkiyə türkçəsindən uzaqlaşdıracağam ki, heç anlamayın bir-birinizi. Mən 90-cı ildə, yoxsa üzr istəyirəm, 88-də, 87-də ilk dəfə radioda Türkiyəni tutmağa başladım. Cavan oğlan idim, 20 yaşlarım vardı. Heyrət eləyirdim ki, bizim böyrümüzdə bizim dildə danışan böyük bir xalq var. Tərcüməsiz anladığım. Əllərindən gələni eləmişdilər ki, biz yanımızda türkçə danışan bir xalqın olduğunu anlamayaq. Hətta sərhədlərimizin arasına belə, yəni başqa Gətirdilər Ermənistanı soxdular Zəngəzur. Tək bütün türk dünyasına belə, yəni bura haz elədilər. Hə. Yəni deməyim budur ki, indi 90-cı illərdən bu yana SSR çökübdür. Biz Rusiyadan aralanmışıq. Biz Türkiyə ilə müttəfiqlik bağlayırıq. Təbii ki, proseslər gedir. Biz başlamışıq ingilis dilini öyrənməyə. Əgər bu torpaqlarda 80-ci illərdə ingilis dilində bilən 4-5 adam tapmaq olarsa, indi gənclərin maşallah yarısı ingiliscə danışır. Ya bunlar hamısı tarixin izidir və bu ingilis sözləri girəcək bizim dilimizə. Sözü girməsə də kalkası girəcək. Məsələn, zamanlama sözü, timing sözüdür. Türk dilində bilirsiniz də isim feil yaratmır. Biz feilin ismin üstünə, isimdən feil yaratmaq istəyiriksə, ona mütləq etmək, yapmaq kimi əlavə köməkçi feillər eləməli. Məsələn, təfəkkür etmək. Təfəkkür isimdir, etmək yapışdırı olur. Təfəkkürləmək deyə bilmirik. Təfəkkür etmək. Amma məsələn, zamanlamaq artıq götürdük, istifadə edirik. Və ya məsələn, call centerlər vardı, türklər çağrı mərkəzi, onlar da yaratdılar onu. Biz də onlardan götürdük. Bizdə də çağrı mərkəzi. Biz də onlardan götürdük, adını qoyduq çağrı mərkəzi. Yəni, sən tarixdən imtina etmədiyin kimi dilin dəyişikliklərinə də açıq olmalısan. Amma dili yaşadan bu dil gözətçiləri deyil, o qısqancılıqla oturan gözətçilər deyil, dili yaşadan dərin adamlardır. Bax, xalqın özünün hər nəsildə dərin adamları, orijinal düşünən adamları olmasa, dil onda ölür. Nə yaxşı ki, bu insanlar var. Bəli, dil onda ölür. Və savadlı adamla dərin təfəkkürü qarışdırmayın. Biz adamlara savad verə bilərik, amma onları dərin düşünən eləyə bilmərik. Bu təbiətəndir, Müşfiq bəy. Bu ümumiyyətlə bu işin spesifikası budur. Maarifçilik ümumiyyətlə fiyaskoya uğradı. Maarifçiliyin hədəfi bu idi ki, biz insanları savadlandıracağıq, şər azalacaq yer üzündə. Qurt quzu ilə otlayacaq. Olmadı belə şey. İnsanlar savadlandılar, savadlı yaramazlar yarandılar. İndi sizin telefonunuza girib hesabınızdan pul çəkmək üçün sadəcə bıçaqla sizi çöldə saxlamaq kifayət deyil. Gərə bir proqramçı biliklərinə malik olasan, hacker olasan, süni intellekti qoşasan işin içinə, çox bilikli, çox savadlı olmalısan. Savad fiyaskoya uğradı. Savad qətiyyən insani eybəcərliklərin qabağına keçmirmiş. Başa düşürsünüz? Və savadlı adam, məlumatlı adamdır. O müdrik də deyil, o mənəvi də deyil. Təfəkkür isə həmişə orijinaldır, mənəvidir, xalqla çox güclü təsir imkanına malikdir. Dediyim kimi, hətta ola bilər ki, o təfəkkür hansısa bir periodda farsça danışmış olsun, Nizaminin misalındakı kimi. Amma o farsça yazmış Nizami Azərbaycan təfəkkürünü qidalandırır. Dil sadəcə vasitə olub. Bəli. Müşfiq bəy, belə bir deyim də var. Deyirlər ki, ərəb dili musiqi dilidir. Yəni belə bir bənzətmədir. Fars dili şeiriyyat, türk dili isə döyüş, əzəmətdir, əmrverici,
qısa, konkret. Ümumiyyətlə bu fikrə sizin yanaşmanızı bilmək istəyirəm və nə dərəcədə təsir eləyir bir xalqa, məsələn, ərəbin dili musiqi dilidirsə, farsın dili şeiriyyat dilidirsə, türkün dili döyüş dilidirsə, bu xalq olaraq bizim psixologiyamıza, ümumi gündəlik davranışımıza necə təsir eləyir? Etnopsixologiya deyən bir şey var da. Məsələn, türklər bu psixologiyaya malikdirlər. Bu cürük biz. Məsələn, Lev Gumilov xoşlayırdı belə şeylər eləməyə. O türkləri çox araşdırıbdı. Bir dəfə belə bir şey demişdi söhbətlərində ki, təsəvvürləyin ki, bir tramvaya bir içkili adam daxil olur. Davranışların fərqi. Rus həmən yaxınlaşacaq, deyəcək, sakit otur. Milis gəlib səni tuta bilər. O mərhəmətlə yanaşacaq ona. Dağıstanlı bunu deyir, görəcək, ağzı burnunu partlatmaq istəyəcək. Bir Qafqazlı. Amma türk, tatar görəcək, üzünü çevirəcək. Pəncərəyə bir ikrahla üzünü çevirəcək. Amma səbirli olacaq. O belə qəribə reaksiyalardır. Biz bəzən özümüzü, identikliyimizi axtaranda qarışdırırıq. Məsələn, gənclərə baxıram, görürəm ki, məsəl üçün, Azərbaycanlılar, Azərbaycan gəncləri özlərini Qafqaz gəncliyi ilə qarışdırırlar. Eyni papaqlar, saqqal, nə bilim, saç düzümünə meyllənirlər. Nəysə onlar elə gəlir ki, belə görünmək cooldur. Və ya məsələn tutalım ki, ərəb identikliyi ilə qarışdırma var gənclərin bir qismində. İslamı öyrənir, identikliyi ərəbdən götürür. Baxıram ki, psixologiyasında ora yönləndirir. Və ya məsəl üçün fars identikliyini götürən bir sürü adamlar var. Davranışı, lüğəti, davranış ləngəri belə, leksikonu ora meyl eləyir. Və ya məsəl üçün eyni zamanda Rus mentallığını təkrar istehsallayan xeyli ziyalılarımız da var. Onlar da o tərəfə yıxılırlar. İndi bir üstəlik Amerikanizm də bunun üstünə gəlibdir. Və bunu görürsən, bunlar anlamırlar ki, sən Azərbaycanlısan. Sən öz ayarlarını Koroğludan götürməlisən, Koroğlu dastanından. Mən bilmirəm, bizim uşaq olanda ən sevdiyimiz kitab Koroğlu dastanı idi. Təkrar onu oxuyurduq. Nağıllarımızı oxuyurduq təkrar. Ondan sonra Kitab-ı Dədə Qorqudu sevirdik. Sonra filmi bunun çıxdı. Küçələrdən yığışdıq o filmə baxmaqdan ötürü. İçirdik elə belə. Çünki o bizim identikliyimizdir. Bizim içimizdə qımıldanan qəhrəmanlıq, kişilik motivləri, qadın isməti motivləri, qadınlarımızın da biraz daxili döyüşkənliyi, belə o Banüççe obrazında çox gözəl görünür. Bizim qadınlar sadəcə qadın deyirlər. Biraz da döyüşkəndilər. Çünki döyüşçü bir xalqın, hindlilər bizə kşatri xalq deyirdilər. Amma bizim döyüşkənliyimiz də belə partlayış psixologiyası ilə deyil, səbir şəklində özünü göstərir. Ona görə biz dövlət yarada bildik. Əgər sənin aqressiyan yalnız elə kimsə ağzı burnunu dağıtmağa həmən yönəlirsə, sən dövlət yarada bilməyəcəksən. Dövlət yaratmaq üçün aqressiya ilə yanaşı səbr olmalıdır xarakterdə. Türklərin xarakterində bu var idi. Musiqimizdə də bizim bu var idi. Bu var. Məsəl üçün, çox sadə motivlər olur türk musiqisində. Mən təkcə bizi götürmürəm. Biz biraz yollar mərkəzindəyik deyə hamısının kvintessensiyası var Azərbaycanda. Amma məsəl üçün Orta Asiya türklərini də biraz Türkiyə türklərini də götürüb körpüdən izləməyə çalışıram. Biz belə çox çılğınlığı sevməliyik. Məsələn, ərəblər kimi musiqidə çox bəzəyi sevməliyik. Farslar kimi məsələn musiqidə xəsisdir. Bizim dilimiz də belədir. Bizim dilimiz yavandır biraz. Sanki belə xəsis rənglərdən istifadə edir, akvarel rənglərindən istifadə edir özünü ifadə edərkən. Amma yetərli qədər də dərinlik yarada bilir. İndi bütün dillər bərabərdir kimi bir söz var.
Elə deyil. Bütün dillər, bütün xalqlar bərabər yox, onların keçdiyi yollar çox fərqlidir. İnsan kimi insanlar bərabərdilər. Amma xalqlar tələbələr kimidirlər. Onların biri 5 alıb, o birisi 4 alıb, o birisi 3 alıbdır. Onların tarixdə qoyduğu izlər də fərqlidir. Onların dilləri, musiqiləri də fərqlidir. Bu mövzu barədə indiki bu neoliberal ortamda danışmaq biraz çox çətindir. Adamlar yasaq qoyublar sanki buna. Amma məsələn, mən ərəbcə bilmirəm, amma Hind-Avropa dillərindən tam rus dilini, ingilis dilini bilirəm. Rus dilini biraz daha dərin bilirəm və anlayıram ki, Hind-Avropa dilləri fəlsəfə yapmaq üçün çox əl verir. Çox. Ona görə bizim fəlsəfi dilimizin çoxsu ərəb sözlərindən oluşubdur. İndi Türkiyədə məsəl üçün bunlardan silib imtina eləmək qərarına gəliblər və qondarma sözlər çox yaradıblar. Yəni türk köklü sözlər Türk söz amma bu söz yaradıcılığına çox ehtiyatlı yanaşmaq lazımdır. Bilirsiniz, sözü xüsusi adamlar yaratmalıdır. Bayaq dediyimiz kimi, o dərinliklə əlaqəsi olan təfəkkür yiyəsi yaradanda o sağlam doğula bilər. Yəni sözü doğan belə adamlar olmalıdır, sözün anaları. Hər adam oturub söz düşünməməlidir. Məsələn, school sözünün səslənməsindən götürüb okul sözü yaratmamalıdır. Bu qondarma sözdür. Ondansa məktəb ərəb sözü daha doğrudur. Çünki bilirsinizmi, sözlər diridir. Sözlər ruhanidir. Əgər sən öz dilində dərinliyi olmayan bir adam köksüz bir şikəst söz yaradacaqsa, ondansa başqa bir xalqdan diri söz götürməyin tərəfdarıyam. Çünki o söz diri olacaq, sənin dilinə daxil olub birtəhər özünə yeriliyib işləyəcək. Bu bilirsiniz, implant kimi bir şeydir. Keyfiyyətsiz implant götürmək olmaz. Çənəvi sökərlər sonra sənin. Yəni o elə olmalıdır ki, o orqanik bir şəkildə sümüklərlə birləşə bilsin, sənin toxumalarınla birləşə bilsin. O diri olmalıdır, əgər implantasiya ilə məşğulsansa. Ona görə dilə sən yeni bir söz gətirəcəksənsə, mən onun tərəfdarıyam ki, başqa bir xalqdan götürgən o sözü gətir, o orada işləsin. Bir də bir sürü şeylər var. Məsələn, idrak və ağılla bağlı sanskrit dilində 23 ya 22 söz var. İngilis dilində bir dənə sözdür, mind. Bizdə ağıl, o da ərəbcədən götürmüşük. Başqa nə? Və bütün o palitranı bir zəka, zehin, bu da hələ şey deyil. Biz o palitranı ifadə eləmirik. O kitabları Azərbaycan dilində kimsə nə zamansa sanskrit dilindən tərcümə eləməyə girişsə, biz o anlayışları qoya bilmirik. Çünki o anlayışları kəşf eləyən o təfəkkür sahibidir. Məsələn, bu stəkandır da və ya məsəl üçün krujka deməyə alışmışıq. Bir fincandır. İngilisində cup da deyirlər buna. Biz elə tutalım ki, xeyli sözlər var da, mug da deyirlər. Xeyli fərqli sözlər var, funksionallığına görə fərqlidir. Bizdə olmayanda biz hamısına elə fincan deyirik. Köynək kimi. Amma yenə də bu gözlə görünən bir əşyadır, buna biz ad qoyuruq. Mənəviyyat dünyasındakı məsələləri insanlar kəşf edir, təfəkkür sahibləri kəşf edir. Hansısa bir xalqın nümayəndəsi kəşf edir. Bir xalq onu kəşf edəndə o bir xalq yatmış ola bilir. Bəli, yenə deyirəm, nailiyyətləri fərqlidir xalqların. Hər xalq dövlət də yaratmayıb, məsələn. Çünki getdiyi yollar çox fərqlidir. Burada acıqlanmaq, küsməyə lüzum yoxdur, bilirsiniz. Və biz gözümüzü açıb görürük ki, bizdə bunlar var, qonşularda bu yoxdur, qonşularda onlar var, bizdə bu yoxdur. Neynəyəcəksən? Əgər sənin ehtiyacın varsa, götürəcəksən qonşudan. Bəzən mənanı sözlə bərabər götürüb gətirmək lazımdır. Məsələn, tərcümə çox önəmli bir şeydir də. Biz tərcümə eləyəndə çalışırıq ki, öz dünyamızla, öz təfəkkür dünyamızla tərcümə etdiyimiz ölkənin, yazarının təfəkkür dünyası arasında bir paralellər gətirək.
Amma tərcümə olunmayan mənalar var. O müəllif o mənaları o dildə yaradıb, indi bunu bura tərcümə eləmək lazımdır. Məsələn, Çin poeziyasını tərcümə eləmək Azərbaycan dilinə və ya rus dilinə çox çətindir. Buralarda öyrəşiblər ki, şeirin qafiyəsi olacaq, bir ritmikası olacaq. Sanki qəzəli rus dilinə tərcümə edirsən. Hə, tamam başqa bir şey olur. Orada isə ümumiyyətlə hal yaradır. Hoqqular məsələ. Sərbəst. Hə, sərbəstdir, amma ki hal yaradır. Biri bir sağa gedir, o birisi sola gedir. Üçüncü sətir birləşdirir onu. Bir hala soxur səni və onun hədəfi səni o çaşqınlıq halına, heyrət halına, əbədiyyətlə toxunma məqamı, kontaktı yaratmaqdır. Yaradır da çəkilir də. Bu tamam başqa mənadır, bu tamam başqa bir yaxınlaşmadır poeziyaya və sən götürürsən, istəyirsən ki, onu tərcümə eləyəsən. Biz hətta bir mədəniyyətin içində belə böyük problemlər yaradırıq. O günü bir dostumla söhbət edirdim. Dedim, məsələn, mən istəmirəm ki, Nizami Gəncəvini Səməd Vurğun tərcümə eləsin. Onu da sevirəm. Amma Nizami Gəncəvdən Səməd Vurğun qoxusu gəlməli deyil. Bilirsiniz, miqyasları fərqlidir bu şəxsiyyətlərin. Dərinlik fərqlidir. Məsələn, göl heç vaxt okeanı özündə daşıya bilməz, ifadə edilənməz. Səməd Vurğunun işi deyil Nizami Gəncəvini tərcümə eləmək. Ondansa sətri tərcümələri qoyuxsunlar insanlar. Belə şeylər var. Ona görə təfəkkür çox önəmlidir burada dili yaşatmaq üçün və xalq çalışmalıdır ki, onun təfəkkür yiyələri çox olsun. Müşfiq bəy, səsləndirdiyimiz bu işin içində olduğumuza görə soruşuram. Dublyaj sahəsində çalışırıq biz, bildiyimiz qədərilə. İzləyirsiniz, baxırsınız Azərbaycan dilində dublyajlara, xarici filmlərin dublyajına. Çox az halda. Çox az halda bəzi cizgi filmlərinin, əvvəllər multfilm deyirdik. Cizgi filmlərinə baxmışdım. O vaxt Aynesin dublyaj elədikləri. Qənaəti. Shrek çox xoşuma gəlmişdi. Məsələn, bir yerdə deyirsən, mənim anam ölsün deyə bir replika var idi. O qədər xoşuma gəldi ki... Eldəniz Rəsulov, Nəcibə xanımın səsləndirdiyi. Bilmirəm də, onu siz bilirsiniz. Amma o tərcümə mənə o qədər dedim, biz Azərbaycanlar bu qədər istedadlıyıq, yəni çox ləzzət eləmişdi. O obrazı götürüb və tamamən Azərbaycanca danışdırıb onları. Jargona keçiblər. Hiss olunur ki, adamlar müasir Azərbaycanlıların necə danışdığını bilir. 60-cı illərin ədəbi dilində tərcümə eləməyiblər. Bunu bir professor tərcümə eləməyib. Bunu tərcümə eləyən adam diridir, ən önəmli, istedadlıdır ölçü daxilində və indiki adamdır. Ona görə o çox uğurlu tərcümə idi. Belə çox baxmamışam. Məsəl üçün, o mənim yadımda qaldı. Dedim, belə getsələr çox gözəl olardı. Bu sualı niyə verdim sizə? Bizdən hərdən tamaşaçılar, belə deyək, tələb eləyirlər ki, xarici filmlərdə bəzi sözlər var ki, siz onları təhrif edirsiniz, düzgün tərcümə eləmirsiniz, səsləndirmirsiniz və bunların içində çox qəribədir ki, bizdə ənənəvi televiziyalardır və hər kəs təbii ki, öz ailəsi ilə oturur, tamaşa eləyir həmin o filmlərə və bəzi tamaşaçılar belə tələbdə bulunurlar ki, orada əgər hansısa bir açıq-saçıq söz varsa, qeyri-etik ifadələr varsa, siz onu olduğu kimi səsləndirməlisiniz. Əks təqdirdə filmin marağı olmur. Və bu sual üzərindən mən sizin fikrinizi bilmək istəyirdim ki, ümumiyyətlə bir ailə nə dərəcədə Azərbaycanda hazırdır ki, biraz senzuradan kənar, əxlaq normalarından kənar olan sözləri eşitsin və tələb etsin. Ümumiyyətlə, adi həyatda belə bu cür küfürlə, söyüşlə danışan insanların psixologiyası, həyata baxışı normal ola bilərmi? Bu çox maraqlı bir məqamdır. Onu tələb eləyənlər
Çox belə formallıqdan çıxış eləyirlər, məsuliyyətsizcəsinə. Sən anlayırsan, öyle öz dilində qulaq asırsan da anonsda, bilirsən ki, orada nə var. Məsələn, deyirlər niyə 2 dəqiqədən bir deyirsiniz ki, lənət olsun. Ziblələrsən. O sözün altında Zəhrim var. axı çox belə deyək. Çox şeylər olur. Orada onlar deyirlər orada o hissədə. Məsələn, mənim qarşıma çıxanda mən yaxın ətrafımda dostlarımız var idi. Belə bir sual verdilər. Fərqinə varmadan. Deyir, orada misal üçün bu cür şeylər deyirlər. Rus belə eləyib, bəs siz niyə belə eləyirsiniz? Dedim, əzizim, bax, mən hələ gənclik illərimdə olub ki, qohumlarda soruşursan ki, niyə qaşında çapıq var? Niyə burunda belə? Deyir ki, məsələn, mən Rusiyada əskərilik çəkəndə orada bir ifadə var. Məsələn, ici suda. Deyir, bu sözə görə komandiri döymüşəm. Və komandir soruşub, niyə məni vurdun? Deyir, bu sözü. Deyir, nədir ki bu söz? Onlar üçün adi olan bir ifadə, bizim üçün çox, belə deyək ki, nə bilim, təhqiramiz bir ifadədir. Və onlar filmdə bunu çox asanlıqla ifadə edirlər. Çox qəribədir ki, Azərbaycan, biz rus dilini bilsək də, rus dilində baxanda bu söz bizə vurmur qulağımızı. Normal qəbul edirik. Amma o söz Azərbaycan dilində çıxanda o qədər ağırlaşır. Razıyam. Və həmin adam özü də etiraz eləyəcək ki, niyə bu sözü dedin? Və eyni şeyi deyirəm ki, eyni şeyi deyirəm. Bax, rus dilində baxanda səni vurmur. Rahat baxırsan və gülürsən. Xarici dil sayılır. Amma o sözü təsəvvür elə ki, uşağınla, atanla, ananla, yoldaşınla yemək yeyən vaxt sən bu sözü, hətta məni tanıyırsan, mənim dilimdən eşitsən ki, filmdə bu cür söz gəlir. Siz nə hala qalarsınız süfrə başında? Deyir ki, düz deyirsən. Mən bunu fikirləşməmişdim. Amma Müşfiq bəy, bir müdaxilə edeyim. Biz bunun müəyyən platformalar var ki, orada tam da yox, müəyyən qədər o açıq-saçıqlığı saxlayırıq. Amma bu platformadır. Ora artıq izindən üzv olacaqsan, abunə olacaqsan və 18 üstə gəl tamaşaçı kimi daxil olub baxacaqsan. Amma ənənəvi televiziyada bunu tələb eləmək insanın ümumi psixologiyasına, davranış qaydalarına, bu söyüş, təhqiramiz sözlər eşitmək nə dərəcədə doğrudur? Burada biraz başqa məsələlər də var. Razıyam, o əsgərlikdə eyni situasiyaları biz də yaşamışıq. Ümumiyyətlə, bu bir xalq üçün fəlakətdir ki, söyüş və küfür sözləri bu qədər adiləşir. Çox təəssüf ki, özdə bu tendensiya var. Məsələn, Rus mədəniyyətində bu çox böyük bir eybəcərlikdir və əminəm ki, o Rusların özünün ruhunu da zədələyir. İnsan ruhu müqəddəslik istəyir. Xalqın ruhu da elədir. Dildə də bunu mümkün olan qədər şey eləmək lazımdır, gözləmək lazımdır. Əgər ictimai platformadırsa, hər səviyyədə adam var. Təbii ki, hər xalqın içində hər səviyyədə adam var və adam öz təfəkkürünə uyğun sözlər işlədir. Şübhəsiz ki. Və sən tutam ki, bu obrazı göstərməyə çalışırsan ki, məsələn, bu səviyyənin adamıdır. Amma sən bunu xalqa göstərirsən də, bir vaxtdan sonra realizm adı ilə dünya sənəti və ədəbiyyatında belə bir şey yarandı ki, biz olduğu kimi göstərək həyatı. Olduğu kimi. Məsələn, Hollywood belə bir vaxtlar öpüş səhnəsinin saniyələrini ölçürdü, senzurası var idi. Sonra 90-cı illərdə Baza İnstinkti adlı bir film çəkdilər Sharon Stone'dan. Ora qədər gəldilər. Və dedilər ki, bu sənətdir də, bütün tabuları bir-bir yıxırıq. Böyükmü bir film oldu? Heç nə. Əminəm ki, qoca Michael Douglas indi də utanır o səhnələrə baxanda. Nəvələri baxır onun. Sənət adına düşündülər ki, bu detalları verməklə sənəti güya ucaldacaqlar, hansısa bir bariyerləri açmaqla. Amma sizə bir şey deyim, dünyanın ən böyük sənət əsərləri, məsələn, mən son vaxtlar ən çox adını çəkir, bir Homerin əsərləridir. Bir də Mahabharata, Ramayana Hindistanda çox dərin və böyük əsərlərdir. Eyni zamanda bizim Kitabi-Dədə Qorqudumuzu götürək. Həyatın bütün dramaları var. Məsələn, Qazan xanın arvadını istəyir Qıpçaq Məlik, Şöylü Məlik.
Oğlunun ətindən bişirin kabab. Gəlsin burada deyir bizə mey sürsün. Aça bilərdi də başqa detallarda, elə deyilmi? Aydın məsələdir ki, orada nə eybəcərliklər daha ehtiva olunur. Amma qədim dastanlar bunu mümkün olduğu qədər caiz dildə verir, onsuz da başa düşülür ki, başqa nə müsibətlər Açmağa çıxacaqdı nə buradan. hacət? Hə, çünki göstərdiyi hikmət var, dəyərlər var. O dəyərləri göstərir. İndi sənət bəzən yazar dəyər göstərə bilmir, həqiqət göstərə bilmir. Sadəcə çılpaqçılıqla məşğuldur. Hə, filan kəs söyə-söyə qalıb. Nə olsun? O hansı həqiqəti daşıyır? Nə həqiqətini daşıyır? Homer qədim dövrün ən böyük biabırçılığını təsvirlədi. Amma bunu necə bir aristokratik bir yolla təsvir elədi? Menilayın arvadını götürdü, qaçdı Paris. Bu biabırçılıqdır. Qədim dövrün ən böyük biabırçılığıdır. Və sizə bir şey söyləyim ki, qədim müharibələrin hamısı qadın üstündə olubdur. Bu səhnələr, məsəl üçün Mahabharatada Draupadinin soyundurulması səhnəsi və soyundurula bilmir, ha, sari uzanır. Onu dəfələrlə dastanda danışırlar, min illərdir. Və Menilayın arvadı Yelenanın qaçırılması. Amma bunu bir çılpaqçılıqla eləməyiblər. Bu bir qəhrəmanlıq dastanının intriqa məqamı olur. Və eyni zamanda o Burla Xatunla olan səhnə Kitabi-Dədə Qorqudda o da elə bilirəm ki, xüsusi bir məqamdır. Oğlu deyir ki, sən sağ ol, atam sağ olsun, bir mənim kimi oğul doğulmazmı olur? Mənim ətimdən kabab bişirsələr, sən bir əvəzinə iki yeginən. Biz namus məsələsi çox önəmli bir nöqtə olubdur qədim sivilizasiyalarda. İndi biz bu söyüşləri artırmaqla, adiləşdirməklə, bu namusun üzərinə hücuma keçmişik, bu məsumluğun üzərinə hücuma keçmişik, müqəddəsliyin üzərinə, mümkün qədər dilimizi zibilləyəcəyik. Bu məsuliyyəti kim daşıyacaq? Yəni, demək istəyirsiniz ki, daha abırlı vasitələrlə böyük sənət yaratmaq mümkün deyil. İndi bu əsər o birisinin əsəridir, başqa ölkənin əsəridir, biz də tanış olmalıyıq. Amma yenə də biz bunu dastan olaraq danışırıq. Siz bir dastançı olursunuz onda. İndi onun bütün səhnələrini mi göstərməlisiniz? Məsələn, Sovet dövrü belə idi ki, Hollywoodun və yaxud da ki, fransızların hansısa bir filmlərini götürəndə bəzi səhnələri ümumiyyətlə kəsib götürürdü. Biz xəbərimiz yox idi ki, o səhnələr yoxdur. Amma onu elə gözəl eləyirdilər ki, mən o filmdən həzz alırdım yenə də. Bir səhnə olsa nə olur, olmasa nə olur? Bəzi səhnələr elə öpüşməyə başlayan kimi kəsirdilər, atırdılar Sovet dövründə. Biz o filmi yenə də sevirdik, izləyirdik. Çünki onun canı orada döyüldü. Yavaş-yavaş canını dəyişdirdilər bu hiperrealizm istiqamətində. Bunlar da düşünürəm ki, o qədər önəmli deyil. Biz onları dəyişdirsək çox şey itirmirik. Çox şükürlər olsun ki, bizdə də bu vəzifə başında çox ağıllı insanlardır, tərbiyəli, mədəni insanlardır və elə indi də Müşfiq bəy bizim dublyaj etdiyimiz filmlərin o ənənəvi telekanallarda çox da arzu olunmaz olan səhnələri var ki, onlar bəli senzuradan keçir və sizin dediyiniz kimi mədəni şəkildə kənarlaşdırılır. Səslə, sözlə işləyirik Müşfiq bəy. Mən eşitmişəm ki, hətta bu belə deyək də bir faktdır ki, insanın cizgilərindən onun hansı xarakterə malik olduğunu təyin eləmək olur. Bəs mənə maraqlıdır səslə necə? Hər halda tamaşaçılar bizim səsimizi bir aktyor kimi eşidirlər və hansısa bir qənaətə gəlirlər. Bir səs tembrindən insanın xarakterini açmaq olurmu? Mənfi, müsbət? Hə. Olur. Olur. Baxın, operada bir qayda var ki, məsələn, bariton səs, kişi səsi, onu ilə bir qədər mənfi qəhrəmanları qoyurlar. Tenora müsbət qəhrəmanı qoyur, aşiq rolunu qoyur. Belə bir ayrılma var. Kabus, məsələn, bas ola bilər, bilmirəm, bas bariton ola bilər. Qadın partiyalarında da təbii ki, o səs bölgüləri vardır. Amma bu bir sxematizmdir.
Məsələn, Müslüm kimi bir adam bariton səslə doğulur və prinsipcə tenordan daha böyük bir uğura nail olur. Bu da qəribədir. Yəni bir müğənni tenor olmalıdır ki, məşhur olsun, Pavarotti kimi, ya Rəşid Behbudov kimi. Amma burada götürdü bir bariton, bütün eserinin sevimlisinə çevrildi. Bu da çox qəribədir və səsdə də adamın ağlı və təfəkkürü görünür. Məsələn, Qurçenko bir dəfə Müslüm haqqında dedi ki, Müslüm bir qəribə bir miks idi. Prins kimi gəldi, girdi deyir ortalığa. Birdən-birə 6-7 dildə mükəmməl oxuyan Azərbaycanlı. Həm ağıl var idi orada, həm estetizm var idi, həm vokal var idi. Hamısının bir qəribə bir miks idi. Bu doğrudan da belə idi. Bunun babası Müslüm Maqomayev Azərbaycan klassik musiqi sənətinin banilərindən birisi olubdu. Bu köklü bir ailədən gəlirdi. Çox intelligent bir ailədən gəlir. Bəzən səhnəyə çıxan adam çox hazırlıqlı bir ailədən gəlmir. Səsi var, çıxır, gəlir, başlayır oxumağa. Bu kökü olan bir intelligent bir ailədən gəlir və onun oxumağı da çox ağıllı idi. Məsələn, Kabzonla onun oxumağını müqayisə eləsən, ikisi də baritondur. Yer göy qədər fərqlidir. Oradakı nüanslar, səsin ağlı, o hər bir frazanın düşünülməsi, onun estetik həllinin tapılması. Müslüm çox zəngin idi. O bariton səsdə çox zəngin idi. Ona qulaq asanlar səsin gözəlliyi ilə yanaşı, onun ağlının gözəlliyini də qəbul eləyirlər. Ona görə səsi gözəlləşdirən də təfəkkürdür əslində. Nə gözəl. Üzü də gözəlləşdirən təfəkkürdür. Hər sifətdə cinayətkar da görə bilərsiniz, müdrik də görə bilərsiniz. Spesifik mənalar bir məna rəngi dəyişdirir o üzdə. Hətta fikirləşirsən ki, bu üzdə fiziognomika elmi var da, onlar fikirləşirlər ki, bu üzdə müdrik adam olmaz, amma çox ufaq bir rəsm dəyişiklikləri və o kobud formalarda elə bir müdriklük aşkarlana bilir ki, çünki üz də öz gücünü ürəkdən və təfəkkürdən alır, səs də, dil də, hamısı. Əsas məsələ içəridə olan. Əsas ürəkdir. Müşfiq bəy, sizin çıxışlarınızdan baxmışdım. Oradan bir çıxışınızdan 3 sualım var. Əgər mümkünsə olduğu kimi deyim, çıxışı oradan sualı çıxardım. Deməli, çıxışınızın birində deyirsiniz ki, Quranda Allah bizə deyir ki, dağlar, dərələr, çaylar sizə verildi. Yaşayın, özünüzü dərk eləyin bu mühitdə. Biz isə elə dünya qurduq ki, bircə düşünmək qalmışdı bizim ümidimizə, onu da süni intellektə verdik. Biz bu dünyaya mükəmməllik dalınca gəlməmişik. Özümüzü dərk eləməyə gəlmişik. Birinci sualım odur ki, özünü dərk eləmə istəyi elə mükəmməllik axtarışı deyil sizcə? Mən sizə bir şey deyim. İblis mükəmməlliyətçi idi. Adamı iblisliyə mükəmməliyətçilik gətirib çıxarır. İnsan özünü qorumalıdır. Adəmi göstərir Allah mələklərə, palçıqdan düzəlmiş, çox da qüsurlu. Mələklər də üsyan eləyir. Sən baş kəsən, qan tökən birisini yer üzündə canişin eləmək istəyirsən, İblisin üsyanı daha kəskin olur. Mənim tayım deyil. Amma mən ona baş əyməliyəm. Bu elə bir layihədir ki, insan layihəsi, yaranışda Allahın layihəsidir. Bu çox qəribədir. Bu kələ-kötür, bu qüsurlu, bu qeyri-kamil varlıqda görünən işıq. İnsan mükəmməlliyətçiliyə can atmamalıdır. Özünü saxlamalıdır bundan. Sənətdə də bu belədir. Çox mükəmməlliyətçilik olanda bu izləyici ilə qaş gözləməkdir, oynamaqdır. Ruslar zaigrovaniya deyirlər. Hətta rəssamlıqda belədir. Zaigrovaniya olur. Çox oxşadırsansa portreti adama. Hiperrealizmlə. Bu çox başqa bir tip, o qədər də dərin olmayan bir izləyiciyə nəzərdə tutulan bir oyundur.
İnsan mükəmməliyyətçi olmamalıdır. Bir də Buddanın sözü məni belə ayıldır, həmişə qulağıma sırğa eləmişəm. Müdrik torpaq kimi olar. Baxın, biz insanlar həp cilalı səthləri sevirik. Saat, telefon, maşınlarımız, hamısı bizim polirovkadan çıxır. O bizim mükəmməliyyətçiliyə olan belə həris meylimizin ifadəsidir. Mat səthləri sevmirik. Mat sevəndə də onu da mükəmməl eləməyə çalışırıq. Bizim bütün dizayn formalarımız hamısı mükəmməliyyətçilikdən gəldi, çıxdı. Biz mağarada yaşamışıq biz. Və özünüzü ayıltmaq üçün həmişə bir ağacın şeyinə baxın, qabığına baxın. Nə qədər kələ kötürdü də. O bir daima xatırlatmalıdır. Allahın nurunun görsənməsi üçün mükəmməliyyətçilik olmaya da bilər. Sənətdə də o cümlədən. O adamı biraz şeytan yoluna soxur. Hə də buyam da, hə də qüsurluyam mən. İnsan daima qüsurludur. İnsana qüsuru, Latinlər deyir, humanum erarum est. İnsana səhv etmək xastdır. Onsuz da insan səhv eləyir, amma Amma o qüsuru qəbul Bir də var, qəbul eləyirsən ki, mən beləyəm də. İnkişaf eləyə bilmir. Yox, Mən işlə bilmirəm, mən az şey bilirəm. Mən qüsurluyam. etiraf eləmək lazım. Hə, mənim həddim var. Baxın, bizim həddimiz var. Və biz bu mükəmməliyyətçilik həvəsindən getdik. O bir vaxtlar Babil qalası ideyası ki var Bibliyada. İnsanlar mükəmməliyyətçilik həvəsindən başlayırlar Babil qalası tikməyə ki, Tanrıya qədər çıxacaq. Amma deyir dilləri, orada da dil mövzusu keçir. Dilləri fərqli olduğundan bir-birini anlamır. Hər xalq bir mərtəbəni tikirdi. Qala uzandıqca aşmağa başlayırdı. İncəsənətdə də çox bunu işləyiblər. Babil qalası obrazını ki, ucaldıqca aşan sivilizasiyanın rəmzidir. O qalanı tikib qutara bilmədilər insanlar. İndi biz bu mükəmməliyyətçilikdən gətirib süni intellekt yaratmışıq da. Şüursüz, bu artıq süni idi. Bizim bu kitabxanalar yaratmağımız da süni idi. Başa düşürsüz. İndi bəlkə də bunu demək deyəcəklər vəhşi fikirlərdir. Bəşəriyyətin ömrünü artırmaq üçün bir imkan olsaydı, qayıdıb Gutenbergin maşınını yandırardım bir də. İndi mənə vəhşi deyin. Yox, Estağfurullah. vəhşi demirik, estağfurullah. Çünki hamısı oradan başladı. Bilirsiniz, kitabları başladılar çap eləməyə, kitabxanalara yığmağa. Sənin süni intellektin kitabxana idi, oradan başladı bu bəla. Sən bir insanın yaddaşına yerləşməyəcək qədər bilgini yığırsan kitabxanalara, artıq sən onu beynində saxlamaya bilərsən. Gedirsən oradan götürürsən, oradan irəliyə gedə bilirsən. Sonra bəlli oldu ki, ümumiyyətlə bu təbii intellekt daşıyıcısının imkanları çox məhduddur. İndi bilgisayarlar məsəl üçün daha böyük yaddaşa maliklər, əməliyyat sistemi daha imkanlıdır. Keçdilər süni intellektə. İndi elmi kəşfləri də süni intellekt eləyəcək, hər şeydir. Sən mənim nəyimə lazımsın? Müşfiq bəy, bu axı insanın yaranışındadır, təbiətindədir. Daim inkişaf etmək, addım atmaq. Mesela nə deyirsiniz? Yəni bu bizim özümüzdən asılı deyil axı. İnsan Allaha sarı can atır, amma insan öz həddini də bilməlidir. Müdriklük onsuz da gec-tez buna çıxır, gəlib çatır. Şeytani müdriklük buna gəlib çatmadı. Amma normal insani müdriklük gəlib buna çatır. Ki, biz bilməyənlərik burada. Biz hətta öz işimizdə də Müşfiq bəy, o qədər çalışırıq ki, mükəmməl olsun, hətta bir hərfin söhbətini eləyirik. Mən də sizin dediyinizi təbii ki, təsdiqləyirəm. Oxuyub gördüklərim olub sizin sözünüzün təsdiqinə görə deyirəm. O mükəmməliyyətçiliyə can atmayın. Elə müəyyən şeylər var ki, orada fədakar olun, sadəcə özünüzü fəda etməyin. Hə də çalışın, amma ki, indi siz əla bilirsiniz ki, bütün ən şedevr çəkilmiş kinolar belə qüsurlarla, ləplarla doludur. Hərdən birisi çıxar, başlayır, bu səhnədə bu artıq gəldi, bu səhnə. Film uğura çatdı. Film əsas hədəfinə çatdı. Qüsursuz bir dənə də film yoxdur. Oscar almış ən məşhur filmlərin belə onlarla səhvləri var. Ümumiyyətlə, ideal bir iş yoxdur. İdeal bir iş yoxdur. Amma o hədəfə çatır. Ən əyri barmaqla da ay göstərmək olur. İnsan işi ay göstərməkdir.
əyri barmaqla olsa belə. Da barmağın ucuna baxacaqsansa ayı görməyəcəksən. İnsanın durumu budur, bilirsinizmi? Biz sözlər tapırıq, səhvlər eləyirik, həmişə uğurlu deyə bilmirik. Bəzən olur deyirəm ki, mən orada onu niyə elə dedim, kaşki elə deməyəydim, belə deyəydim. Sonra deyim, kimsən ki, sən insansan da sən. Sən qüsurlu insansan, sən özündən nə istəyirsən ki? İnsan özünü də bağışlamağı öyrənməlidir. Bu, məsuliyyətsizlik həddinə gəlib çatmamalıdır şübhəsiz ki. Amma özünü bağışlamaq da insanın işidir. Perfeksionistlər, mükəmməliyyətçilər, onlar çox qəddar olurlar bu işdə, özlərini bağışlamırlar. Bu biraz da həyata mane olur. Ona görə valideynlər pis valideyndilər. Nənə baba yaxşı valideyndilər. Onlar mükəmməliyyətçi olmurlar deyə uşaqlar nənə baba yanında daha xoşbaxt böyüyə bilirlər. Çünki onlar onu mükəmməl bir şey tələb eləmirlər. Gənc valideynlər çox qəddar olurlar. Uşaqların səhvlərini bağışlamırlar onlara. Eyni deməli müsahibədə bu söz açığı məni çox tutdu Emin. Özümüzü dərk eləməyə gəlmişik deyirsiniz. Bəli, biz bura olmuşuq. Mən açığı özümə sual verdim ki, yəni mən görəsən özümü nə dərəcədə dərk eləyə bilmişəm? Və ümumiyyətlə biz ki, misal üçün çox gözəl nümunə, çox dərin nümunələr gətirdiniz. Biz bəzən misal üçün lüğətdə qlamur sözü var, amma qlamur insanın istifadə edə biləcəyi bir söz belə lüğətdə yoxdur. Yaxşı deyirəm, bu qlamur sözü varsa, bəs bu qlamur insan necə danışmalıdır? Bu sözlərdən qlamur insan istifadə edə bilməz. Neçə dəfə cool sözünü istifadə edirsiniz. Yəni bu cür danışmalıdır. Yəni bu cür yox, yəni, bunun kimi müasir gənclər bu cür danışırlar. amma lüğətə salınmayıb da. Yəni inşallah görə 26-da yəni bizə o bu yaradıcılıq prosesində də kömək olur. Obrazı yaradanda cool gənclikdirsə, o cür sözlərdən istifadə eləməlidir. Jargondur ən azı. Yəni biz ümumiyyətlə bir Azərbaycanlı olaraq, millət olaraq nə dərəcədə özümüzü dərk eləyə bilirik. Çünki bəzən dünyada olan proseslərə baxanda və bizim davasını elədiyimiz mövzulara baxanda, düzdür, biz onların çox altında qalırıq. Orada çox belə necə deyim, faciələr baş verir. Bu sual həqiqətən mənə bir düşündürdü ki, yəni biz nəyin davasını eləyirik və biz nə dərəcədə özümüzü dərk eləyirik? Ümumiyyətlə çətin şeydir. Hamı öz-özünü dərk eləmir. Az bir adamın işidir bu. Konfutsi deyərdi ki, bu nəcib kişilərin işidir. O da çox elitanın işidir. Əsas odur ki, elita öz işini görsün. Hər xalqın mütləq sənət elitası var, elmi elitası var, fəlsəfi elitası var. Onlar öz missiyalarını yerinə yetirəndə xalqın işi yaxşı olur. Millət olaraq bütün millət özünü dərk eləməlidirmi deyə bir vəzifə qoymaq olmaz. Amma bu həyatı Allah belə yaradıbdır. Doğumu ilə, gəncliyi ilə, yaşlanması ilə, ölümü ilə, müharibələri ilə. Bu elə dizayn olunub ki, biz burada özümüzü dərk etməklə məşğuluq. Və mən profilimə yazmışam ki, yaşamaq dərk etmə üsuludur. Yaşamaq özü dərk etmə prosesidir. Janr olaraq buna xidmət edir. Ona görə sənət hərdən götürür, həyatı sadəcə göstərir və o katarsisə bir dərkə xidmət eləmiş olur. Bu mənada həyat belə düşünülübdür. İndi bunu özündə tam mahiyyətini ifadə edən fərdlər az olur. Amma bu səs var da, bu çağırış var. Bu çağırışı da eşidənlər olur. O böyük adamlar ki, xatırladıq biz Nizamini, Homeri, Vyasanı. Bu adamlar o çağırışı səsləndiriblər ki, Dədə Qorqudu yazanlar ki, özünüzü dərk eləyin, bu belə bir şey deyil. Yəni bu kütləvi bir şey deyil də, duraq deyək ki, hamı savad ala bilər, hamı özünü dərklə məşğul ola bilmir, təəssüf ki, belə bir şey yox. Amma üzr istəyirəm, bəzi sənət şeyləri bir planka artırır. Məsələn, bayaq Müslüm Maqomayev sevdiyim
adamdır, onu xatırladım. Məsələn, Müslüm Mağamayev plankanı qaldırır Azərbaycanlılar üçün. Sənin xalqında bir sənət səviyyəsi yaranırsa, sən artıq özünə hörmət hissin yüksəlir, başa düşürsən ki, bundan aşağı ola bilməzsən. Bu ata-babalar obrazıdır da. Bizim ata-babalarımızda Nizami olub. Nizami plankanı qaldırıbdı, Nəsimi plankanı qaldırıb. Kitabi-Dədə Qorqud bir əsər olaraq plankamızı qaldırıb. Biz ondan, muğamat plankamızı qaldırıb biz ondan aşağı yaşaya bilmərik. Bu insanlar da gəlib gedən böyük adamlar da bizə bir ölçü qoyub gedirlər. O narahat edici bir ölçüdür. Biz də artıq o meyarların içində böyüyürük də. Sizcə bütün bu tendensiyalar, bütün bu mükəmməlliyə can atma, belə bir deyimimiz var, keçər xəncər yarası, keçməz söz yarası. Yəni təsəvvür eləmək olar ki, tam ideal bir dünya qurulacaq nə vaxtsa, orada nə xəncər yarası olacaq, nə söz yarası olacaq. Tam olmasa belə buna bir bənzər dünyanın mübarizəsi gedir, yoxsa sadəcə bu mənim fikrimdir, subyektiv fikrimdir. Sizcə bütün bu proseslər elə kamilliyə yetişmək üçün deyil? Dünyanın bütün qeyri-kamilliyi kamildir. Biz kamil səviyyədə qeyri-kamilik. Dünyada necə olmalıdırsa elədir. Allah yer üzünü bir özünü dərk laboratoriyası kimi yaradıbdır. Burada hər kəs öz qəlbi ilə, öz nəfsi ilə məşğuldur, işləyir. Hər kəsin işi mübarək olsun. Biz də öz ömrümüzdən işləyə-işləyə bir şeylər anlayırıq. Bir şeylər anlayanda başqalarına bəzi məktublar yazırıq. Məsələn, sənət əsərləri elə bir hesabat reportajları kimidir. Mən gəldim buralara çıxdım, deyir Tolstoy. İndi buralardan gördüklərimdən biraz sizə yazacağam. Maraqlıdırsa oxuyun. Bu mənada həyat qeyri-mükəmməldir, ölümü ilə, xətaları ilə falan belə kələ-kötürdür. Amma bunun bütün bu kələ-kötürlüyü ilə bərabər bu mükəmməldir. İnsan da qüsurludur, mələk də görür onun qüsurunu, şeytan da görür onun qüsurunu, üsyan çıxarırlar. Allah isə deyir, mənim bildiyimi siz bilmirsiniz. Nədir bu? O elə belə yaxşıdır. İnsan mükəmməl deyil, sənaye məhsulu deyil də. Burası elə belə gözəldir. Barmaqlarımız qeyri-kamildir. Bədən formamız yetərli qədər qeyri-kamildir və bu gözəldir. Qeyri-kamil bədəndə, formada kamil bir ruh yaşatmaq. İnsan işi budur. Müşfiq bəy, bir mövzuya da toxunmağınızı istəyirəm. Nə vaxtsa dünyada yalnız bir dilin istifadə olunmasına necə baxırsınız? Yəni bunun şahidiyik, hamımız şahidiyik ki, qloballaşır dünya. Unifikasiya ola bilər. Bəli, artıq bir çox məsələlərdə qloballaşmışıq. Elə bir zaman gələ bilərmi ki, insanların arasında, yəni toplumlar arasında bir baryer olmasın, hər kəs bir dildə danışsın. Bizim gördüyümüz bugün odur ki, hələ ki ingilis dili öndərlik eləyir bu məsələdə. Bəli. Siz necə fəlsəfi baxışlarınızla Ümumiyyətlə, bu olacaqsa hansı dilin olması daha məntiqlidir? Yox, heç bir seçimləmirəm. Mən öz dilimdə danışacağım, öləcəm inşallah. Hər xalqın öz dili olmalıdır. Allah müxtəlifliyi sevir. Müxtəliflik vəhdətə gedən ən yaxşı yoldur. Həmişə tərsdən gəlir. Müxtəliflik vəhdətə gedən ən yaxşı yoldur. O qloballaşma vəhdətə gəlmə kimi bir şey ola bilər. Gəl hamını ingilis dilində danışdıraq, o zaman adamlar bir-birinin dilini yaxşı anlayacaq. Sizin xəbəriniz varmı Kanadalılarla, Avstraliyalılar və ya Amerikalılarla ingilislər, İngiltərə ingilislər arasında nə qədər sürtünmələr var. Qəbul eləmirlər. Kinoda özəlliklə. Nicole Kidman Avstraliyadan çıxıbdı. Məsəl üçün onun danışığını heç qəbul eləmədilər Hollywoodda axır məqamlara qədər. Və ya Mel Gibson həmçinin və ya İngiltərədən gələn aktyorlar olanda Hollivooda
problem olur. Dil məsələsi sizin sahəyə də biraz aiddir. Ortada ciddi fərqlər var. Hindlilər də ingilis dilində danışırlar. Dövlət dili də onlarda da ingilis dili. Amma onlarınki də bir ayrı bir ingiliscədir. Pakistanda da ingilis dilini çox gözəl bilirlər. O da bir ayrı ingiliscədir. Adamlar bilmir ki, məsələn, Azərbaycanın rayonlarında belə istifadə olunan Azərbaycan dili də fərqlidir. Elədir. Sən fərqlənmənin qarşısına əngəl olmayacaqsan. Məcbur eləyə bilərsən hamı ingiliscə danışsın və ya rusca danışsın, amma insanın içindəki o orijinallıq, o mahiyyət məcbur eləyəcək ki, məhlə-məhlə də olsa insanlar öz dillərində danışacaqlar. Məsələn, məşhur əsəri var deyəsən, adı yadım, Bernard Shaw'nun Pigmalion. My Fair Lady filmini çəkiblər onunla bağlı. Orada bir Professor Higgins olur. O İngiltərənin, Londonun hər məhləsinin dilini bilirdi. Məsələn, bu filan küçədə yaşayır, bu o küçənin dilində danışır və götürür küçədən bir gül satan qızın dilini dəyişməklə onu ali cəmiyyətə soxur və taleyini dəyişir. Dil adamın taleyini dəyişirmiş. Sonra özü də aşiq olur ona. Pigmalion da oradan gəlir. Bu məsələ çox maraqlıdır. Məcbur eləsələr də insanları tək dildə danışmağa, insanlar yenə bölünüb öz dillərində danışacaqlar. Yəni, o dilin içində bir çərçivələr yaranacaq. Çünki insan həmişə öz dünyasını yaratmağa meyillidir. Bu meylin qarşısını ala bilməzsin. Mən sizin bir ağsaqqal kimi fikrinizi bu barədə bilmək istəyirəm. Deməli, indi əslində bizim podkastımızın yaranma səbəblərindən biri Müşfiq bəy oldu ki, mən Instagramda, TikTok səhifələrində gördüm ki, bu sahə ilə yaxından uzaqdan məşğul olmayan adamlar var ki, müəyyən paylaşımlar eləyirlər və mən rəylərə girəndə dəhşətə gəldim ki, elə bilirlər, əslində, yəni bizim gördüyüm işi əslində o görür. Və orada ilahi nə sözlər yazırlar, ona görə belədir, amma o adamların bizim işə ümumiyyətlə aidiyyatı yoxdur. Bu profanasiya hər yerdə var. Və bizdə ki, belə misallar var. Misal üçün, çox bilən az danışar, çox bilsən tez qocalarsan. Bu çox bilən az danışar. Mən tək, ümumiyyətlə, bizim sahəmi demirəm, ümumiyyətlə, o üzr istəyirəm, belə bir misal var. Yox, mən öz abrımı gözləyirəm. Amma əslində başa düşürsən ki, burada abır gözləmə deyilən bir şey yoxdur. Əksində bunu eləməməklə səhv eləyirsən və sən çıxıb danışmalısan və sən ən azı demirəm ki, biz hər şeyi bilirik, amma bildiyimizi və bu işlə kim hansı sahədə məşğuldursa, düzgün tərəflərini danışmalıdır ki, həmin o bilməyənlər görünsün ki, bu əslində bunlar deyil, bilmirlər bu işi və çıxıb ortaya elə bir həqiqətən də çıxışlar eləyirlər ki, bütün cəmiyyətin fikrini bu çıxışlarla çaşdırırlar. Manipulyasiya eləyirlər. Bəli. Bu çox bilən az danışar ifadəsi və inanın ki, bununla həqiqətən də işinin peşəkar olan, mən öz sahəmizdə deyirəm, nə qədər adamlar var ki, onların bu dəqiqə danışmamağı və işini bilməyənlərin, bu sahədə heç təhsili olub-olmadan fərqi yox, yaxından uzaqdan əlaqəsi olmayanların ortalıqda kobud da çıxsa at oynatması bu çox bilən az danışar misalından gəlir ya yox? Deyim, yox. Əslində sizin bu cür bu hərəkətlənməniz, mən sizi tanımırdım doğrusu, burada tanış oldum. Çox xoşuma gəlir bu. Əslində bu böyük mənada Azərbaycan xalqının oyanışıdır. Gör 90-cı illərdən biz nə qədər dəyişmişik. Ki, indi cavan adamlar birləşirlər, deyir, mən bu sahənin qeyrətini çəkəcəm. İndi təbii ki, sizin monopoliyanızda deyil, amma sizin də bu işlə məşğul olmanız çox yaxşıdır. 90-larda, 2000-lərin əvvəllərində bu heç kimin ağlına belə gəlmirdi. Köhnə bir sistem dağıldı, onun adamları da sanki küstülər və proseslərə qarışmadılar. Bilən adam danışmır məsələsi, çox bilən danışmır məsələsi. Yox, bir də var ki, bilgi ola bilər adamda olsun, amma dünyanı dəyişdirmək həvəsi, dünyanı biraz yaxşılaşdırmaq həvəsi ölə bilir adamda. O adam da elə ölüdür o zaman.
Əgər sən həyatda iştirak edib bir şeylərin düzəlməsinə inanmırsansa, inamın ölübsə, sən ölüsən. Biliyin ola bilər. Amma sən o biliyinlə heç nə eləmək istəmirsənsə, təsəvvürün ki, xəstə sağaltmaq istəməyən həkim ölüdür də. Əgər o həkimdirsə, onun biliyi onu məcburlayacaq ki, bu səhra hospitalında bacardığımı eləyim, bunun ayağını tikim, bunun əlini tikim, heç olmasa bir kəsgəri sağ saxlayım. Siqaret çəkməyə belə zamanı yoxdur, işləyir. Ona görə ziyalı üçün önəmli olan bir aspekt də budur ki, bu işləmək istəsin. Budda deyirdi ki, insan gerçəkdən həqiqətə çatanda onda həm də enerji yaranır. İndi enerji defisiti var. İnsanlar sağlam böyümürlər. Ona görə həqiqət dərki prosesində nə dopamin nə olur, nə məsəl üçün serotonin olur, nə noradrenalin olur. Yəni enerji yoxdur, həzz yoxdur. İndi siz bu işdən həzz alırsınız, bu şeyləri düzəltmək istəyirsiniz. Bu çox normal, sağlam bir şeydir. Eləməlisiniz də. Eləməlisiniz, o pessimistlərə heç fikir verməyin. Bu, dövləti ayaq üstə saxlayan bir şeydir. Dövlət insanlar deməkdir. Dövlət insanlar deməkdir. Bunu adamlar bilmir. Bunu bəlkə 50 yaşdan sonra kimlərsə anlayır ki, biz öz dünyamıza görə özümüz məsuliyyət daşıyırıq. Bizdən əvvəl əkiblər yemişik, indi biz əkəcəyik, o birilər yeyəcək. Eləmək lazımdır bir çox şeyləri, bütün o tənqidlərə baxmadan hər kəs öz sahəsinin qeyrətini çəkməlidir. Monopoliya götürmədən öz bacardığı bir işi qoymalıdır ortalığa. Mən də öz sahəmdə o qədər tənqid eləyirlər, nə bilim deyir, fəlsəfəni şouya çevirdi, nə bilim neynədi, neynəmədi. Mən də bunu eləyirəm. Sən də yaxşısını qoy yanına. Biz Azərbaycanlıyıq, hərəmiz bir iş yanına qoysaq, dünyamızı yaradacağıq. Bizim üzərimizdədir bu. Həyata biz özümüzü dərk üçün gəlmişik, həm də savab qazanmaq üçün gəlmişik. Ən çox peşman olacağıq, bir də fəaliyyətsizliyimizə. Yaxşı işdən çox görmək lazımdır, yorulmaq da lazım deyil. Ona görə çox da bəyənirəm, çox düz eləyirsiniz. Müşfiq bəy, təşəkkür edirik sizə gəldiyinizə görə. Əslində suallarımız çoxdur, davam eləyə bilər. Amma bəlli bir vaxt, zaman var ki, qavrayışın da həddi var da. Bəli. Təşəkkür edirik. Sərhədləri var. Çox sağ olun, dəvətimizi qəbul etdiyinizə görə. Mən də sizə təşəkkür edirəm. Son zamanlar ilk dəfə idi ki, məni ənənəvi suallar çərçivəsinə salmadınız. Tamamilə yeni mövzular üzərində zikirlədik. Bu yaxşıdır. Uğurlar sizə. Sağ olun. Təşəkkürlər. Sağ olun dostlar.